Rus dilli məktəblərdən sonra universitetlərlə də bağlı bir məlumat yayılıb. Universitetlər də rus dilində, rus bölmələrində, universitetlərdə də təhsil məsələsi necə olacaq, dayandırılacaqmı? Sosial şəbəkələrdə 2025-26-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumat yayılıb. Elm və Təhsil Nazirliyi isə bu xəbəri nə təsdiq etməyib, nə də təkzib. Sözügedən məlumatlarda qeyd olunur ki, dayandırılma Azərbaycanda aparılan yeni təhsil islahatları və Milli Təhsil 2030 proqramı çərçivəsində həyata keçiriləcək. Həmçinin bütün ixtisaslar üzrə tədrisin yalnız Azərbaycan və İngilis dillərində aparılacağı bu dəyişikliyin milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi daşıdığı qeyd olunub.